Rusiyada miqrantlar üçün dövlət rüsumları artırılır. Rusiya Maliyyə Nazirliyi miqrantlar üçün dövlət rüsumlarının artırılmasını təklif edib. Hökumət komissiyası Maliyyə Nazirliyinin xarici vətəndaşlar üçün dövlət rüsumlarını kəskin şəkildə artırılması ilə bağlı qanun layihəsini təsdiqləyib. Layihəyə görə bəzi hallarda rüsumlar 12 dəfə artacaq. Dəyişikliklərin 1 iyul 2026-cı il tarixindən qüvvəyə minməsi gözlənilir. Rüsum artımı çoxdəfəli giriş vizalarına şamil ediləcək. Belə ki, Rusiyada 90 günə qədər qalmaq istəyən miqrantlar üçün rüsum 3 dəfədən çox artaraq 6000 rubla qaldırılacaq. Bir nəfər üçün giriş dəvətnaməsinin rüsumu 8 dəfə bağlaşaraq 8000 rubla, yaşayış icazəsi vid na jительство isə 5 dəfə bağlaşaraq 30.000 rubla çatacaq. Rusiya vətəndaşlığına qəbul və ondan imtina 4200 rubuldan 50.000 rubla qaldırılacaq. Əcnəbi işçilərin işə götürülməsi üçün icazələrin rüsumunun 1,25 dəfə artırılaraq hər işçi üçün 15.000 rubla qaldırılması təklif olunur.